Salam. Hər vaxtınız xeyir, hörmətli həmvətənlərim, bütün dünyada yaşayan Azərbaycanlılar. Xatırlayırsınızsa, biz keçən ay, fevral ayında bir aksiya irəli sürdük. Tələb olaraq Azərbaycan hakimiyyətindən, əsasən də dövlətin başında duran, saxta yolla hakimiyyəti ələ keçirmiş İlham Əliyevdən. Ki, bəs bütün siyasi məhbuslar azad olunmalıdır. Buna qarşılıq olaraq biz dedik ki, onun atasının və onun diktator plakatlarını yığışdıracağıq. Bunu xatırlayırsınız, giriş olaraq bunu sizə ön anlayış olaraq çatdırdım. Və Azərbaycan hakimiyyətində son vaxtlar xalqın gözünə kül üfürüb, özlərinə xal qazanmaq üçün bəzi görüşlər keçirirlər, bəzi dırnaq arası islahatlar aparırlar. Azərbaycan kimi ölkədə bunu artıq mən bir neçə dəfə təkrar etmişəm və bu sualı mən verirəm bütün siyasi xadimlərə, bütün fəallara, əzilən Azərbaycan xalqına. Gözəl xalqım, mənim hörmətli siyasətçilərim, jurnalistlər, haqqı pozulan vətəndaşlar, Azərbaycanda diktatura varmı? Əlbəttə ki, var. İlham Əliyev diktatordur və onun gördüyü işlərin hamısı diktatora məxsus olan hərəkətlərdir ki, edir. Demək, diktatura varsa, diktator varsa, biz islahatlar deyilən bir gedişat ondan başlamalıdır ki, Azərbaycanda siyasi məhbuslar var. Və sualımı yenə verirəm Azərbaycanda olan bütün insanlara. Azərbaycanda siyasi məhbuslar varmı? Var. Demək, islahatın Azərbaycan kimi ölkədə, bu açıqlamanı mən niyə verirəm? Azərbaycan kimi ölkədə çox artıq dərəcədə xahiş edirəm, canlı yayımı paylaşın. 97 nəfər baxır, sizdən artıq dərəcədə xahiş edirəm. Artıq dərəcədə xahiş edirəm, canlı yayımı paylaşın ki, çox insana xəbərimiz çatsın, tələblərimiz nədir, xahişlərimiz kimdəndir, onu bilsinlər, nə üçün bunu edirik, onu bilsinlər. Artıq dərəcədə xahiş edirəm, canlı yayımımızı paylaşın. Mən bunu 1000 dəfə təkrar etmişəm. Nə atam üçün, nə anam üçün, nə qohum əqrabam üçün etmirəm. Azərbaycan xalqı üçün, Azərbaycanı bu düşmüş bəladan xilas etmək üçün bu canlı yayımı mən edirəm. Siyasi məhbusların azadlığı ən öndə gələn islahat olmalıdır. Azərbaycan kimi diktaturası olan, diktatoru olan ölkədə islahatlardan söhbət gedirsə, islahatın A punktu, birinci punktu siyasi məhbusların hamısının azadlığıdır. Siyasi məhbusların azadlığı islahatların Azərbaycanda başlanmasının birinci hərfini qoyacaq. Bu da A hərfidir, A punktudur. Və bununla bağlı mən insanlara, təşkilatlara və partiyalara müraciət edəcəm. Siyasi məhbusların azadlığını istəyən hər bir şəxsə müraciət edəcəm. Birinci gəlirəm Oyan hərəkatına. Oyan hərəkatına Nahid Cəfərov, Toğrul İsayev və Nurlan Niyazi, bir də Laçın Məmişov. Və bu aksiyada Mən də varam aksiyasına görə mən müraciət edirəm Oyan hərəkatına. Oyan hərəkatının başında və Mən də varam aksiyasını bu insanlar başlayıblar və Nahid Cəfərov, mən özüm də dəstək vermişəm. Mən də varam aksiyası nə deməkdir? Siz hamı bilir ki, Mən də varam aksiyası siyasi məhbus ailələrinə pul yığılır. Və mənim müraciətim Nahid Cəfərova, Toğrul İsayevə, Nurlan Niyaziyə, Laçın Məmişova və bu aksiyada iştirak edən başqa insanlar var. Mən hamısının adını tanımıram. Bunu başladan insanlar Rəsul Mürsəlov başlamışdır. Sizin adınıza yaxılmayan qara qalmadı, ləkə qalmadı bu aksiya ilə bağlı. Pul oğurlamışsınız, nə bilim, neynəmişsiniz. Biz bu əzabları, əziyyətləri siz çəkirsiniz. Siyasi məhbus ailələrinə pul göndərmək üçün insanlara müraciət edirsiniz. Bu aksiya ilə məşğulsunuz. Mən sizə müraciət edirəm ki, yaxşı olar ki, biz hamımız birlikdə birləşmək lazım deyil.
siyasi məhbusların azad olunmasını qısa zamanda, Novruz bayramına qədər, mart ayının axırına qədər bütün siyasi məhbusların azad olunmasına nail olaq. Və bütün çıxışlarımızda, bütün video roliklərimizdə, bütün toplantılarımızda buna vurğulayaq. Çünki islahat deyiləndə bu hakimiyyətin dizin biz yerə qoyacaq, islahata siyasi məhbusların azadlığına başlamağından. Oyan hərəkatından xahiş edirəm, bu aksiyada fəal iştirak etsin. Gələk, əgər siz istəyirsinizsə ki, insanlar azad olunsun, bu mən də varam aksiyası dursun, yəni bu sizin üstünüzə şər atılmasın, bu aksiyadan əziyyət çəkməyin, siyasi məhbuslar hamısı azad olunsun və biz başqa işlərlə məşğul olaq. Ölkənin başqa problemlərinin həll olunmasına, İlham Əliyevin istefasına, Mehriban Əliyevanın istefasına və başqasına, başqa işlərə nail ola bilək və bu aksiyaya xərclədiyiniz gücü, nə bilim, üstünüzə gələn bütün bu əcaib formada şərləri, böhtanları elə oyan hərəkatının qum saatını çəkmək, genişləndirmək və başqa-başqa problemlərin həllinə və aksiyaların keçirilməsinə bu enerjini sərf edə bilər oyan hərəkatı. Bu öz yerində. Toğrul bəy Amerikada buna dəstək versin. Nurlan Niyazi çox gözəl videolar hazırlayır. Laçın Məmişov çıxışlar edir. Bax, bununla bağlı. AXCP partiyasına müraciət edirəm. Əli Kərimliyə və AXCP-nin idarə heyətinə. Hörmətli Əli bəy də mən bilirəm ki, 100% istəyir ki, bütün AXCP ailəsi də istəyir ki, Azərbaycanda siyasi məhbus olmasın. Çünki Mehman Hüseynov aksiyasında mən AXCP-çilərin nə qədər fəal iştirak etdiyini gördüm. Bütün siyasi məhbuslara azadlıq, bütün siyasi məhbuslara azadlıq düzdür. Son günlərdə, son həftələrdə biraz zəifləyiblər. Çox artıq dərəcədə xahiş edirəm, canlı yayımımızı paylaşın. 130 nəfər baxır, canlı yayımı durmadan paylaşın ki, daha çox insana çatsın. Onsuz da mən bu müraciətimi, bu videomu hər bir şəxsə göndərəcəm. Adını çəkdiyim insanların hamısına göndərəcəm. Əli Kərimli bəyə də, Laçın Məmişova da, Nurlan Niyaziyə də, Nahid Cəfərova da və Toğrul İsayevə də hamısına göndərəcəm. Hələ çox adlar var burada. İstəmirəm vaxtınızı çox alam, tez danışacağım. Xahiş edirəm, canlı yayımımızı paylaşın ki, hamı eşitsin, nədən söhbət gedir, tələbimiz nədir, xahişimiz nədir. Mənim xahişim indi adını çəkdiyim insanlardan xahişdir və Azərbaycan xalqı üçün, siyasi məhbusların ailəsinə qovuşması üçündür. Mənim özüm üçün deyil. Ölkəmizin gələcəyi üçün, qan tökülmədən inqilabın olması üçündür. Bu addımı atmalıyıq. Əli Kərimli bəy də bilir ki, yəni həmişə deyirsiniz, təkrar edirsiniz ki, AXCP-dən çox siyasi məhbusu olan yoxdur, baskıların hamısı AXCP-yədir, həbs yatanların çoxu 70-80% AXCP-çilərdir və əminəm ki, AXCP-çilər də Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və idarə heyəti AXCP-sinin gənclər, AXCP gəncləri və fəalları, Dilarə Miriyeva xanım və başqaları hamının adını çəkməyəcəm. Çalışaq, biz AXCP-çiləri bu zalim rejimin əlindən xilas edək ki, daha sərbəst, daha qorxmadan, çəkinmədən biz fəaliyyətimizi gücləndirək və daha güclü zərbələr bu rejimə endirə bilək. Biz ancaq və ancaq bütün siyasi məhbusların azadlığından danışmalıyıq. Əli Kərimli bəyə də müraciət edirəm, AXCP tərəfindən bunu açıq şəkildə durmadan çıxışlarının hamısında desin və bütün AXCP-çilər Facebook üzərindən, Instagram üzərindən bütün siyasi məhbusları azad et aksiyasını keçirək ki, biz buna nail olaq. Milli Şuraya gəlirəm. Milli Şura bilirsiniz ki, AXCP partiyası və başqa partiyalardan çox fəallar var burada. Cəmil Həsənli bəyə, Eldəniz Quliyev bəyə müraciət edirəm, xahiş edirəm. Siz də öz tərəfinizdən ancaq və ancaq biz bu aksiyaya, siyasi məhbusların azad olunmasına qədər tələblərimiz ancaq bu olmalıdır. Çünki biz siyasi məhbusların azad olunmasına nail olacaqsa, başqa tələblərimiz su kimi qəbul olunacaq və İlham Əliyevin istefasına da nail olacaq. Çünki İlham Əliyev özü bilir ki, o yanlış yerdə oturub, özün seçmiş prezidentdir və hərəkətlərin də hamısı yanlışdır. Buradan deyirəm,
Milli Şura Cəmil Həsənli bəy, Eldəniz Quliyev, başqaları da saya bilərəm, yəni adların hamısını çəkməyə. Çünki bunlar ən öndə gedən şəxslərdir Milli Şurada və sizdən xahiş edirəm ki, bütün fəallarınıza, bütün əməkdaşlarınıza, bütün silahdaşlarınıza bir məsələnin həll olunması üçün ancaq addımlar ataq. Gəlirəm Real Partiyasına. Real Partiyasının çox gözəl hərəkəti oldu, dəstəkləyirəm. Dəstəklədim də birinci gündən 40 min imza toplayaq, 41.600 imza toplanındı, Milli Məclisə verildi. Çoxları bunu deyir, Milli Məclis nə? Amma gəlin biraz real olaq. Real Partiyası bunu etdi. Bugün hansı yolla olur olsun legitimliyini saxlayan hakimiyyət əzməklə, tutmaqla, asmaqla, kəsməklə hələ də ki biz bunlarla hesaplaşırıq. Çünki bugün bizim siyasi məhbusları azad et tələbimiz də yenə bu rejimdəndir. Yenə o həmin Milli Məclisdəndir. Və adicə mitinglərə, massavi, kütləvi mitinglərə icazəni yenə biz bu hakimiyyətdən alırıq. İcazə verilməyəndə miting etmirik. Yəni gəlin biraz real olaq. Real Partiyasının bu atdığı addımı biz dəstəkləyirik. Amma Real Partiyası da bilməlidir ki, İlqar Məmmədov 6 il, 5 il, 8 ay, 6 il, 2 ay türmədə oturdu, həbsdə oturdu. Və Real hərəkatı, vətəndaş hərəkatı, Real hərəkatı, Real Partiyası heç bir addım ata bilmədi. Əli qolu bağlıydı. Hamısı gözləyirdi ki, İlqar Məmmədov həbsdən çıxsın, biz hərəkət edə bilək. Və gözəl də hərəkət edirlər, dəstəkləyirəm. Bax, super. İndi Real Partiyasının üzvlərindən İlqar Məmmədovdan, Erkin Qədirlidən, Natiq Cəfərlidən, Rəsul Cəfərovdan, Zöhrəb İsmaildan, sonra başqa dostlar da var. Adlarını çox üzr istəyirəm, adlarını yadında saxlamamışam. İlqar Məmmədovu azad etdikdən sonra siz sərbəst hərəkət etdiniz. Bəli. Ona görə də biz bütün siyasi məhbusları azad etməliyik ki, biz daha o təşkilatlarda üzv olan, həbsdə yatan insanların çıxıb daha sərbəst bu rejimə qarşı mübarizə aparmasına nail ola bilək. Və mən Real Partiyasından bu tələblərə qoşulmasını gözləyirəm və xahiş edirəm, təklif edirəm. İnanıram ki, buna pozitiv yanaşacaq Real Partiyası. Müsavat Partiyasından həbsdə bir nəfər var. Cümşüdlü yoxsa Cümşüd Xurşudlu bilmirəm, o da bizim qardaşımızdır, həbsdədir. Amma Müsavat Partiyasının da bugünə qədər az həbsdə yatanı olmayıb, işgəncə çəkəni olmayıb, repressiyası olmayıb. Müsavat Partiyasının başında Arif Hacılı bugün başkandır, İsa Qəmbər Müsavat Partiyasının mühüm üzvüdür, böyük bir yer tutur Müsavat Partiyasında Ağsaqqal kimi. Tofiq bəy Yaqublu həbs yatıb, o bilir ki, həbsdə olmaq nədir? Tofiq bəyin kürəkəni Seymur Həzi bugün həbsdədir. O anlayır ki, bir qızının həyat yoldaşı həbsdə olmaq nədir? Və bütün siyasi məhbusların azad olması üçün Müsavat Partiyasından da fəal bu aksiyada, bu tələblərdə iştirak etməyi xahiş edirəm. Və gəlirəm Nida Vətəndaş Hərəkatına. Nida Vətəndaş Hərəkatı az əzab çəkməyib. Nida Vətəndaş Hərəkatının az üzvləri hələ də bugün İlkin Rüstəmzadə, Rəşad Ramazanov, sonradan Qiyas, Bayram Nidanın üzvüdülər, Nidaçı kimi təmsil olunurlar, əzab çəkirlər, işgəncələr çəkirlər. Bunlar da azad olunmalıdırlar. Ona görə də Nida Vətəndaş Hərəkatından xahiş edirəm, xaricdə yaşayan üzvlərindən, daxildə Azərbaycanda yaşayan üzvlərindən tələblərimizə qoşulun, fəal iştirak edin, videolar hazırlayın, müraciətlər hazırlayın, tələblər ortalığa çıxarın, aksiyalar, kiçik mini aksiyalarda keçirə bilərsiniz bu tələblərlə. Turğut Qəmbər və başqa üzvləri, Turğut Qəmbər hələ də idarə heyətindədir. Müraciət edirəm, xahiş edirəm, bunu bütün insanlara çatdırın. Xahiş edirəm, canlı yayımımızı izləyin. 156 nəfər baxır, xahiş edirəm, artıq dərəcədə xahiş edirəm, yalvarıram, paylaşın canlı yayımı, insanlar görsün biz nə istəyirik. Sizdən artıq dərəcədə xahiş edirəm. Mən deyirəm, paylaşın, izləyicilərin sayı azalır. Qaçırlar ki, birdən görər ki, Orduxan kimdir, izləyən deyər ki, niyə paylaşmadın? Bu qədər. Və media,
Meydan TV, Azadlık Radyosu, Azadlık Gazeti, Turan TV, Kanal 13, sonra başqa nə deyim, Azərbaycan Saatı fəal şəkildə qoşulun bu tələblərə. Bizim bir çıxış yolumuz var. Birinci A punktu islahatların, siyasi məhbusların hamısının azad olunması. Bu tələblə biz hakimiyyətin dizin yerə qoyacağıq və bu tələbdən qaça bilməzlər. İslahat edirsənsə, bir ölkədə siyasi məhbus varsa və bu beynəlxalq təşkilatlar tərəfindən tanınıbsa, sən heç yerə qaça bilməzsən, azad etməlisən və qısa bir zamanda. Bütün Avropada yaşayan fəallarımızdan Rəsul Mürsəlov, Şakirzadə, Şakir qardaşımız, sonra Orxan Ağayev, Seymur Şirinov, Samir Aşurov, Elnur Mirzə, çox üzr istəyirəm, başqa hamının adını mən saya bilmərəm. Sizdən də artıq dərəcədə İsveçrədə Süleyman var, sonra başqa fəallarımız və çox artıq dərəcədə xahiş edirəm, adını çəkə bilmədiyim insanlar deməsin ki, Orduxan mənim adımı çəkmədi, mən buna qoşulmayacağım. Mən sizdən artıq dərəcədə xahiş edirəm, bu şəxsi güdmələri qoyun kənara. Biz bugün Azərbaycan üçün və bütün siyasi məhbusların azad olunması üçün çağırış edirik. Və 19 Mart icazəsiz aksiya təşkil ediblər Məhəmməd Mirzəli qardaşımızla Səid Nuri qardaşımız. Bu aksiyanın da tələbi olmalıdır. Hər hansı bir aksiyanın tələbi olmalıdır. Tələbsiz aksiya inqilaba çağırırsınız. Okey, bu gözəldir. Amma tələbsiz İlkin qardaşımız 6 ildir yatır. O aksiyaya, icazəsiz aksiyaya insanları səslədi. Əskər ölümlərinə son qoyaq aksiyasına. Və bu aksiyanın adı vardı. Ona görə də mən sizdən də artıq dərəcədə xahiş edirəm Məhəmməd və Səid Nuri. Siz də 19 Mart aksiyasını əgər irəli sürürsünüzsə, xahiş edirəm canlı yayımı paylaşın. Aksiyasını irəli sürürsünüzsə, bu aksiyaya ad qoyaq. Deyək ki, 19 Marta qədər sən siyasi məhbusları azad etməsən, İlham Əliyev, islahat deyirsən, onda biz insanları icazəsiz aksiyaya səsləndirəcəyik. Bax, bu da mənim sizə bir qardaş məsləhətim. Qəbul edərsiniz, etməzsiniz də etməyin. Mən yəni bunu deyirəm sizə. Tural Sadiqli qardaşımız, Azad Sözün redaktoru, Azad Sözün yaradıcısı, fəal. Səndən də artıq dərəcədə xahiş edirəm. Fəal şəkildə bu tələblərlə bütün çıxışlarımızı, bütün siyasi fəalları intervyuya çağır, nə bilim canlı yayıma çağır. Nə edirsən et, bu aksiyaya qoşulaq və bütün siyasi məhbusların azadlığına nail olaq. Çünki insanlar ailəsinə qovuşmalıdır. Deyirlər ki, çoxları deyir ki, tutulanlar olacaq yenə. Ya qardaşım, yenidən tutulan olacaqsa, Qiyas Bayram, Talih Bağırzadə 20 il, 10 il, 15 il, İlkin türmədə çürüməlidirlərmi təcridxanada? Bunları biz azad etdirməliyik və Mehman bizə gözəl bir nümunədir, Mehman hadisəsi. Yəni Mehmanın başına gələn. Və bu aksiyanın simvolunu mən Mehman Hüseynovda görürəm. Çünki nail oldu, aksiya etdi və çıxdı. Çıxdıqdan da sonra bugün möhtəşəm bir pres konferensiya yaratdı, hamıya suallara cavab verdi, hər şeyi qoydu nöqtə yerinə. Mehman Hüseynov qoşulacaq bu aksiyaya, dəstəkləyəcək. Çox xahiş edirəm səndən Mehman qardaşım və sən olursan simvol, sən olursan bu aksiyanın yaradıcısı, bütün məsuliyyəti götürürsən boynuna və biz bütün adlarını çəkdiyim təşkilatlar, partiyalar dəstək olacaq. Avropadan dəstək gəlsin. Camal Əlidən, Meydan TV üzvü, Həbib Müntəzirdən, Emin Millidən, Emin Hüseynovdan, Turxan Kərimovdan, Orxan Məmməddən, sonra Azərbaycandakı fəallarımızdan Fatimə Mövlanlı, Əfqan Sadıqov, mən adlar durmadan saya bilərəm. Durmadan adlar saya bilərəm. Əgər sizdən artıq dərəcədə xahiş edirəm. Mən kiminsə adını çəkə bilmirəmsə, yadımdan çıxırsa, ya unuduramsa, bu o demək deyil ki, mən sizi saymıram. Hər bir Azərbaycanlını sayıram. Hər bir siyasətçiyə səmimi, şəffaf,
siyasetçiye hörmətim var. Bu rejime karşı biz mübarize aparırıksa, biz bugün hakimiyet imitasıyla, ne bileyim mutasıyla deyir ki o islahat aparır. Öz banklarının pullarını alabilmeyeceğine göre onun hiç olmasa seviyesini yendirir aşağı ki ne kadar da olmasa biraz da olsa pul gelsin. Bir banktan o biri banka, o biri banktan bu biri banka. Bizi aldatabilmezsen, bizi kandırabilmezsen Türkler demişken. Ölkədə diktatura var, diktatör var. Bunu sübut edib İlham Əliyev seçkilərdə, konstitusiyanı dağıtmaqda və həyat yoldaşını vitse-prezident təyin etməkdə. Siyasi məhbuslar var. O siyasi məhbuslar elə bax bu kreditlərə görə tutulub, Azərbaycandakı haqsızlıqlara görə tutulub. Onları biz azad etməliyik ki, daha sərbəst şəkildə bu rejimə qarşı mübarizəmizi aparaq. Tələblərimiz bu olmalıdır. Mən sizdən artıq dərəcədə xahiş edirəm, canlı yayımı paylaşın. Və müraciətimiz biz Facebook, sosial şəbəkələr, jurnalistlər, media, Azərbaycanın bütün vicdanlı şəxslərinə səslənirəm. Amerikada Ramiz Yunusa səslənirəm. Avropada Arif Yunus, Leyla Yunus, sonra bütün Qənimət Zahid, Natiq Ədilov, qardaşınız içəridədir. Sonra daha kimlərə mən adlar çəkərəm, yenə axtarıb tapıb çəkəcəm. Artıq dərəcədə xahiş edirəm. Artıq dərəcədə. Hollandiyada yaşayan fəallarımız. Sizdən artıq dərəcədə xahiş edirəm. Bu tələblərlə biz sona qədər, bütün siyasi məhbusların azad olunmasına qədər davamlı şəkildə bütün tələbləri kənara qoyaq. Buna nail olsaq, siyasi məhbusların hamısının azadlığına nail olsaq, AXCP də sərbəst fəaliyyət göstərəcək. İlqar Məmmədov da. Bu o demək deyil ki, birləşək. Bu bir aksiyanı birlikdə aparmaqdır. Bu o demək deyil ki, insanlar kravatını götürsün, birbirinin evinə köçsün ki, tabi biz birləşmişik. Çünki, məsəl üçün, Real Partiyasının seçkilərə gedək deyir və hər bir seçki dairəsindən AXCP öz nümayəndəsini qoysun, Real Partiyası başqa dairədə qoysun, Müsavat Partiyası başqa dairədə qoysun və bunlar bir-birinə mane törətməsin. Əgər seçki pozuntuluğu olarsa, birlikdə öz haqlarımızı istəyək və tələb edək mandatımızı. Bax, bu da odur. Elə bax, bu aksiyada biz birlikdə nəyəsə nail olabiləcəyiksə, bir-birimizin sözümüzü eşidib, bu aksiyanı davamlı şəkildə keçirib, siyasi məhbusların azadlığına nail olabiləcəyiksə, bir cəmiyyət kimi, bir müxalifət kimi, bir azad insan kimi, elə o seçkilərdə də biz seçki haqlarımızı birlikdə qorumağı bacaracağıq. Bax bu, həmrəylik saatı dedim, ha, bax budur. Bizim indi həmrəyliyimiz Mehmanı azad etdi. Həmrəy olaq, bir olaq. Bütün siyasi məhbusların azadlığına nail olaq ki, seçkilərdə də haqqımız pozulanda, səsimiz oğurlanda birlikdə həmrəy olub bu məsələni həll edə bilək. Məndən bu qədər. Çox üzr istəyirəm adını çəkə bilmədiyim insanlardan. Çox artıq dərəcədə xahiş edirəm. Çox üzr istəyirəm. DAS təşkilatı Avropada, ANT təşkilatı, AKM, bunlar hardasa biz bilirik ki, hər hansı bir partiya ilə əlaqəlidir. Yəni, bu açıqlanmasa da, yəni partiya başkanları, fəallar xahiş etdikdə DAS hərəkatından, sonra Elmir Şirəliyev DAS-ın yaradıcılarından da, Elmir Mirzoyev, sonra Anar Orucov, sonra İnteqrasiya Mərkəzində Əlövsət Əliyev, sonra Rauf qardaşımız, soyadı yadımdan çıxdı, andın bugün çox irəlidə gedən fəallarındandır. Sonra AKM-dən xahiş edirəm, gəlin biz bütün intriqaları kənara qoyaq. Axı, hər bir partiya, hər bir təşkilat bunu açanda Azərbaycan adına siyasi məhbuslara azadlıq istəyir. Azərbaycandan ədalət istəyir bu hakimiyyətdən, haqq istəyir. Əgər biz siyasi məhbusların azadlığına nail olarıqsa, demək biz çox böyük bir addım atmış olarıq və İlham Əliyevin istifasına nail olacağıq bundan sonra. Azad seçkilərə nail olacağıq. Haqqımızı tələb edib, həmrəy olub, bir olub,
tələb etməyi bacaracağıq. Məndən bu qədər. Bu yaxınlarda güclü aksiyalara başlayacağıq. Facebook üzərindən Azərbaycanda tələbimiz ancaq bu olacaq. Siyasi məhbuslar, bütün siyasi məhbusların qısa bir zamanda azadlığa buraxılması, mart ayı, Novruz bayramı, martın 31-inə qədər. Öpürəm sizi, bağrıma basıram. Üzür istəyirəm, əgər kiminsə xətrinə dəydimsə, bu bir xahişdir, bir müraciətdir. Mən sizdən artıq dərəcədə xahiş edirəm. Bunu heç də yekəxanalıq ya nə isə kimi qəbul etməyin. Mən bir video bloger kimi başlamışam fəaliyyətə və fəaliyyətimin də birinci günündən siyasi fəaliyyətlə məşğul olmuşam. Və mənə elə gəlir ki, mənim fəaliyyətimə görə başıma gələn bütün bu faciələr, başıma gətirdikləri bütün faciələr mənə haqq verir ki, belə tələblə, belə müraciətlə, belə xahişlə xalqımıza müraciət edəm. Və İlham Əliyevdən tələb edirəm ki, bu islahat imitasiyasını, reforma imitasiyasını xalqdan xalq qazanmaq üçün, hakimiyyətini uzatmaq üçün durdur, oyun oynama, siyasi məhbusları azad et, olsun bu sənin birinci addımın. Çünki sən özün də bilirsən ki, Avropa təşkilatları da, bütün dünya təşkilatları da bilir ki, Azərbaycanda siyasi məhbus var və onu azad etməlisən ki, göstərəsən ki, sən islahatlara gedirsən. Çox sağ olun, öpürəm, bağrıma basıram. Xahiş edirəm canlı yayımımızı paylaşmağı unutmayın. Canlı yayım qutarandan da sonra 142 nəfər var. Artıq dərəcədə xahiş edirəm, 142'niz də paylaş knopkasını basın və YouTube kanalları, kimin YouTube kanalı varsa artıq dərəcədə xahiş edirəm, YouTube kanallarında bunu tirajlayın, hamıya çatsın. Azərbaycan hakimiyyətinə də, fəallara da, siyasətçilərə də, xalqımıza da. Allah bizi Novruz bayramına qədər siyasi məhbussuz Azərbaycanı görməyi nəsib etsin. Bütün siyasi məhbuslar ailəsinə qovuşsun, xoşbəxt olaq və mübarizəmizi daha da gücləndirək. Öpürəm, bağrıma basıram.